Salam, hər biriniz kanalıma xoş gəlmisiniz. Necəsiz? Ümidvaram ki, hər biriniz yaxşısınız. Mən də yaxşıyam, şükür Allaha. Bugün ümumi aylıq bazarlığımıza getmişdik. Həm bazara, həm marketə getmişdim. Bunu da vlog halında çəkib paylaşdım. Hər zaman belə bazarlıq edib evə gəldikdən sonra aldıqlarımızın altına belə süfrə və ya bez sərirəm ki, baxmayın bir neçə yerə qoyulub, ondan sonra yerinə yerləşdirirəm. İlk öncə Servaladın 2 ədəd belə kalbasasını, sonra 2 ədəd toyuğun döşəti, 1 kilo qanad, sonra belə somon balığı. Bu donmuş xalıydı. Daha sonra 4 kilo mal əti. Mən qoyun əti sevmirəm. Sadəcə kababını yeyirəm. Belə yeməklərin heç birində qoyun əti yemirəm, yəni. Sonra belə yenə Babayevskinin şokoladını almışam, yarım kilo. Sonra ilk dəfədir bu belə piçəmili konfetlərdən aldım. Və həqiqətən də yaxşı çıxdılar, çox bəyəndim. Həm almalı, çiyələkli, portağallı. Bundan da 1 kilo yarım. Daha sonra 2 cür belə piçeniya, vanil, qabartma tozu, mayonez və Sezar salatı üçün sos aldım. İnşallah ki fikrim var. Çoxdandır Sezar salatı hazırlamıram. Sezar salatı hazırlayam. Sonra Mila'nın pendirini aldım. Keçən dəfə Ankor pendiri almışdım. Heç bəyənmədim. Belə qəribə acı dadı var idi. Mən hər zaman Mila alırdım. Keçən dəfə olmadığı üçün Ankor aldım. Heç bəyənmədim. Yəni ki, dadlı bir acı dad verirdi. Elə də atdım onu. Heç, yəni yeməli deyildi. Sonra belə 2 ədəd makaron, 1 ədəd təndir çörəyi almışdıq. Mən çörəyi özüm evdə bişirirəm. Nəsə könlümüzə təndir çörəyi düşdü, aldıq. Sonra lavaş, belə astıra düyüsünün üyüdülmüş halı, quru qaysı, kişmiş, hərəsindən yarım kilo. Sonra keçən dəfə də almışdım vənək yağı, İran istehsalıdır, bəyəndim, yəni yaxşıdır. 2 kilo basmati düyüsü aldım, Besta, bu ətirli düyüdür. Çalışıram hər zaman bundan alım. Olmadığı vaxtlarda şahan düyüsü alıram. Ondan başqa heç bir düyünü almıram. Sonra belə 2 litrlik möcüzənin bitki yağını. Sonra həm Kinderin, həm də Toybox'un belə sürprizli yumurtasından aldım. Nəsə son vaxtlar mənə maraqlı gəlir. Arada alıram. Daha sonra belə Beta'nın çayı, 2 kilo şəkər tozu, 1 kilo yer kökü, yarım kilo göbələk, 1 kilo badımcan, 3 kilo pomidor, 4 kilo soğan və 5 kilo kartof aldım. Daha sonra səhv eləmirəmsə 2 kilo xiyar aldım. 1 ədəd limon, 1 ədəd iceberg kələmi aldım. Iceberg kələminin kilosu 1 manat 80 qəpik idi. Yaman baha idi. Və 2 kilo alma, 5 ədəd şirin biber, daha sonra 2 dəstə belə bir göyərti, yarım kilo alça, 2 kilo çiyələk, sonra belə qazlı sular, nə bilim şirin sular aldıq. Sonra da evə gələndən sonra xeyli güldü ki, bu ayda ancaq su almışıq.
Sonra təmizlik vasitələri, nə bilim, Domestos, yumuşaldıcı, sabun, şampun, pingvin paket, qulaq çöpü, diş çöpü, qab şampunu və bir də belə bir paraşok çöldə nəysə yumağa falan lazım olur. Ona görə almışam. Sonra qızlar, bax belə bir şey almışam. Bunu Bazar Store'dan almışam. Çox möhtəşəm bir şeydir. Artıq neçənci dəfədir alıram. Yadımdan çıxırdı hər dəfə göstərim. Bunu otaqda, dolabın içində mən qoyuram. Çox gözəl qoxu gəlir. Sonra həm tualet üçün, həm də mətbəx üçün kağız aldım. Kağız dəsmal. Sonra televizor üçün belə divara asmağa, mətbəxdə divarda idi. İstəyirdim qonaq otağında da divarda olsun. Sonra belə bir soterimizi aldıq. Məndə var idi. Bir günü də artıq xarab olmuşdu. Dərhal yenisini aldıq. Çünki çaynikdənsə bu yaxşıdır. 24 saat hazır isti su olur. Bu qədər, aldıqlarım bu qədər. Videomu sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Videomu bəyəndinizsə kanalıma abunə olub, videomu bəyənib, şərh bölməsində şərhlərinizi yazmağı unutmayın. Hələlik.